və ona baxmayaraq ondan kifayətlənmədi Allah. Fir'onu gətirdi, üzr istəyirəm, Musanı gətirdi, Fir'onun evində böyütdü, yaşatdı. Onunla da kifayətlənmədi, Musanın anasını gətirdi, özünə süd verdi. Musa körpəykən heç bir ananın südünü qəbul eləmədi. Nə Bəni İsrail qadınlarının, nə Qıbti qadınlarının. Ta ki, Musanın anasına növbə çatdı. Gəldi, süd verən ki, uşaq südü qəbul elədi. Allah Qur'anda deyir, ey Musanın anası, sənə necə biz əhd etmişdik, söz vermişdik ki, narahat olma, uşağı suya bırak, səni ona qovuşturacaq. Bax, biz belə əhdimizə vəfa edirik. O şəkildə Musanın anası Musaya yetişdirdi. Fir'onun sarayında. Hətta Fir'on mükafat verdi Musanın anasına ki, yaxşı ki, sənin südünü qəbul elədi Musa, bu körpə uşaq və sən mənim sarayımda yaşayacaqsan. Bu uşağı yedizdirib böyüdəcəksən. Bu şəkildə Musanı Allah Fir'ona rağmen onun sarayında böyüdü. Bunu eləyən Allah İmam Zaman ağanı dünyaya gətirə bilməzmi? Öz hüccətini, son hakimini, son hüccətini dünyaya gətirə bilməzmi? Bu şəkildə dünyaya gətirdi. Və bir neçə ildən sonra İmam Həsən Əsgər Aleyhisselamın şəhadətindən sonra qeybət dövrü baş verdi. Kiçik qeybət dövrü bilirsiniz, 69 il və o qeybət dövründə Hicrətin 260-cı ilində Hz. İmam Zaman ağa müsəlmanlarla, tərəfdaşları ilə, ardıcıları ilə 4 nəfər naibləri vasitəsilə əlaqə saxladı. 4 naib vasitəsilə əlaqə saxladı. İndi dünyaya gəlişi bu şəkildə Musa kimi dünyaya gəlişi. Yaşantısı necədir? Həzrəti Nuh Əleyhisselamın qövmi Nuh'a iman gətirənlər oldu, bir neçə min. Bəzi mənbələrə görə 2500-3000, bəzi mənbələrə görə 8000. Amma Nuh Əleyhisselam dedi ki, ona iman gətirməyən qövmünün digər üzvləri üçün bəla istədi Allah'tan. Allah dedi ki, yanma, get gözlə, ona ağac tumu göstərdi. Dedi, get o ağac tumunu ək, o becərlərindən sonra, yetişəndən sonra onun meyvələrini gətirərsən, ondan sonra mən sənə deyərəm. Nuh gəldi qövmünə bu şəkildə dedi, ona bir toxum verildi, apardı, əkdi Nuh, o toxum da gec qəhrə verən müfəssirlərin, alimlərin fikrinə görə xurma ağacının toxum idi ki, ən tezi 15-20 il bar verir xurma ağacı. Apardı Nuh Əleyhisselam əkdi, xurmanın toxumunu 15-20 il, 25 il çəkdi, gətirdi Nuh Əleyhisselam bəhrəsini, dedi, ya Rab, demişdi ki, bu ağacın meyvəsini gətir, sonra sənin istəyimi yerinə yetirərəm, qövmü ilə bərabər. Allah yenidən qaytardı Nuh'u, dedi, ya Rab, get yenə bu ağacların toxumunu, bir də az, ək tumunu, yenə onlar meyvə verəndən sonra gətirərsin. Nuh Əleyhisselam yenə qaytardı, yenə təkrar elədi onu. Üstündən bir 25-30 il keçdi, yenə ağaclar meyvə verdi, böyüdü, boya başa çıxdı. Dediyimiz kimi o xurma da bu ağacda çox gec bəhrə verən ağac idi. O bəhrəsini verənəcən bir neçə illər çəkir, gətirdi, yenə Rəbbinin hüzuruna müraciət elədi, yenə də Allah geri göndərdi Nuh'u. Bu şəkildə Nuh'u 7 dəfə Allah geri göndərdi. Və bilirsiniz ki, Nuh Əleyhisselam peyğəmbərlər içərisində ən uzun ömürlü peyğəmbər oldu. 7 dəfə Nuh'u geri qaytardı. Sonunda hər dəfəsində qövmü soruşur, ya Nuh, necə olur sənin Rəbbin bizini nə hesab edir ki, yəni nəuzu billah, bizi ələ salınmır, təzədən qaytar, bəlkə bir də səmərəsi çıxsın, gətir, təqdim elə. Bu şəkildə o qövmdən insanlar yüzlərlə, minlərlə insan yavaş-yavaş imandan, etiqaddan dönməyə başladılar. Ta ki 7-ci kərədən sonra Nuh'un yanında 80'ə yaxın iman gətirmiş qalmışdır. 2500-3000 və ya 8000 iman gətirənlərdən
Allah'ın 7 dəfə Musanı geri qaytarmasıyla o uzun müddət imtihandan sonra Musanın qövmündən cəmi 80 dəfə iman gətirən qalmışdı. Qalanları neylədilər? Dözmədilər, səbr etmədilər. Baxmayaraq ki, əmr Allah'tan idi, Peyğəmbərindən xəbər gəlirdi Allah'tan. Amma insanlar yavaş-yavaş Peyğəmbərin yanından çəkildilər, uzaqlaşdılar, imandan döndülər. Və sonda nə oldu? Çox az bir insanla Həzrət Nuh əleyhissalam gəmiyə minməli oldu. İman gətirənlərlə az bir qism insanla gəmiyə minməli oldular. Bax, Allah'ın dəyişməyən ənənələrindən biri imtihandır. Allah insanları müxtəlif şeylərlə imtihan edir və xüsusən iman və etiqadda bu şəkildə İmam Zaman ağanın zühurunun uzun müddət çəkməsi sanki Nuhun 2500 il ömrü kimi uzun müddət çəkərək onun ətrafındakı insanların imanının imtihanı kimidir. Kim ona etiqad bəsləyəcəksə, onun yanında olacaq. Amma çox təəssüf ki, az bir insan qalar Həzrət İmam Zaman ağanın yanında. Ona etiqad bəsləyən, həqiqətən onun gələcəyinə etiqadı, ixlaslı olan, tam olan, amma Allah bizi inşallah o müxlislərdən qərar versin. Bizim istəyimiz odur. Allah da inşallah bizləri İmam Zaman ağanın zuhuru ilə nəsib edirsin. Allah Teala bizlərə onu görməyi nəsib eləsin. Əgər onu görə bilməsək də, onu görməmiş dünyamızı da dəyişsək, onun şəfaətini istəyib ya Rabbi. İkinci imamımızın şəfaəti bizlərə nəsib edir. İnşallah Allah əyyəmi ətharın 12 imamın və Həzrət Peyğəmbərimizin ziyarətini bu dünyada, şəfaətini ahirət günündə bizlərə nəsib eləsin və bu gözəl, mübarək Mövlud gecəsini bizlər üçün mübarək qərar versin, bərəkətli qərar versin, ibadətimizi, itaətimizi qəbul eləsin. Bir daha Həzrət İmam Zaman ağaya əhdimizi, vəfamızı, ona etiqadımızın imtihanıdır inşallah. Bu imtihandan bizi üzüb ağ çıxartsın inşallah. Allah qəbul eləsin. Möhtərəm cəmaat, bu gecənin çox gözəl əməlləri var, çox gözəl